Siz ermənisiz, işçiləri, satıcıları, kassirləri 10 saat, 12 saat ayaq üstə işləməyə məcbur edən mağaza və market sahibləri. Siz ermənisizmi? Çünki ermənilər Azərbaycanlı əsirləri bu cür işlədirdi. İşgəncə verə-verə işlədirdi. Siz də ermənisizmi? Necə bir insan 10 saat, 12 saat ayaq üstə qala bilər? Və mən bir mağaza ilə bağlı paylaşım etdim. Dedim ki, o mağazada işçilər 10 saat, 12 saat ayaq üstə çalışır. Yüzlərlə mesaj aldım ki, Könül xanım, mənim işlədiyim marketdə də eyni vəziyyətdir. Və belə görürəm ki, Azərbaycanda bütün market və mağaza sektoru hamısı eyni gündədir. Yəni kifayət qədər önəmli və ciddi bir məsələdir. Niyə bunu edirsiniz? Ey mağaza və market sahibləri. Məsələn, özünüz 10 saat, 12 saat ayaq üstə qala bilərsinizmi? Yaxud razı olarsınızmı övladınız 10 saat, 12 saat ayaq üstə qalsın? Axı, mağazanızda çalışan o satıcılar, kassirlər, xadimələr, onlar da bu xalqın övladlarıdır. Siz necə bu xalqı sevirsiniz ki, bu xalqın övladlarına belə bir zülm edirsiniz? Ona görə əziz dostlar, bu videonu maksimum paylaşaq. Paylaşaq ki, problem kifayət qədər ictimailəşsin. Çünki ictimailəşən problemlərə adətən diqqət göstərilir. Ən azı aidiyyatı qurumlar maraqlanır. Çünki yetərincə ciddi bir problemdir. Və artıq biz deputatlardan əlimizi üzmüşük. Çünki heç bir deputat parlamentdə belə bir məsələni müzakirəyə çıxarmır. O zaman üzümüzü tuturuq Dövlət Əmək Müfəttişliyi xidmətinə. Siz hara baxırsınız? Bu xidmətin rəisi olan Vəli Quliyev, məgər ölkəmizdəki bu ciddi problemi görmürsünüzmü? Hardadır əmək müfəttişləri? Niyə mağazalarda və marketlərdə reydlər keçirmirsiniz? Mən təklif edirəm bugündən etibarən bütün mağazalarda və marketlərdə əmək müfəttişləri reydlər keçirsinlər. Bunu tapmaq, bunu aşkar etmək çətin məsələ deyil. Bütün market və mağazaların hamısının kamerası var. Gedin bir-bir o kameraları açın, baxın. Görün işçilər 10 saat, 12 saat necə ayaq üstə işlədilir? Necə bu zalımlığı, bu vicdansızlığı etmək olar? Və bunu edən market və mağaza sahibləri bu xalqı bir damcı da sevmirlər. Bu xalqı siz bir damcı da sevmirsiniz. Çünki xalq dediyimiz elə sənsən, mənəm, o mağazalarda çalışan satıcılardır, xadimələrdir, kassirlərdir. Hamımız birlikdə bir xalqıq. Əgər bir mağaza rəhbəri, mağaza müdürü bu xalqın övladlarına belə bir zülm edirsə, heç vaxt bu xalqı, bu vətəni sevə bilməz. Ürəklərində bir damcı da xalq sevgisi yoxdur. Onların sevgiləri yalnız ciblərinədir. Bu cür amansızlıqla, bu cür vicdansızcasına işçiləri istismar etməkdir. Bəli, bu istismar etməkdir. Çox yaxşı olardı ki, Milli Məclis bu məsələni müzakirəyə çıxarsın. Belə mağazalara, marketlərə çox böyük miqdarda cərimələr tətbiq olunsun, cəzalar tətbiq olunsun. Tətbiq olunsun ki, görsünlər ki, bu vətəndaşlar tək deyil. Onların arxalarında ən azı bir dövlət qurumu dayanır. Bu qədər ortada şikayət varsa, dövlət qurumu buna göz yuma bilməz, yummamalıdır. İzləyicilər yazırlar ki, Könül xanım, gün ərzində o qədər ayaq üstə qalırıq ki, gecə ayağımızın ağrısına yata bilmirik. Ey mağaza və market sahibləri, sizin verdiyiniz işgəncəyə görə işçiləriniz gecə ayaq ağrısına yata bilmirlər. Bəs siz necə vicdanınız rahat yata bilirsiniz? Heç düşünmürsünüz ki, bir gün övladınız o satıcının yerində ola bilər ki, əmin olun, ilahi bir ədalət var. İlahi bir ədalət var. Və çox yaxşı bir deyim də var. Zülm ilə abad olanın sonu bərbad olar. Yaxud da girmə məzlumun ahına, çıxar ahəstə-ahəstə. Bu günlər sizi gözləyir. Biz bunu həm xahiş, həm də vətəndaş olaraq tələb edirik. İşçiləri 10 saat, 12 saat ayaq üstə işlədən bütün mağaza və market sahibləri ciddi şəkildə cərimə ödəsinlər. Çox yaxşı bir cəza tətbiq olunsun. Bəlkə o zaman vicdanları olmasa da ən azı cərimədən qorxub insanlara qarşı belə bir amansızlıq etməzlər.